Aydınlıq kəsirlərdən başlayırıq suallara baxmağa. 5-ci suala baxırıq. Qanın neçə qiymətində, baxın 5-ci sual. Qanın neçə qiymətində 6 bölünsün K düzgün kəsir olar, 11 bölünsün K düzgün olmayan kəsir olar. Biz bilirik ki, düzgün kəsirdə sürət necə olacaq? Sürət məxrəcdən balaca olacaq. Bəli, sürət məxrəcdən kiçik olacaq. Deməli, məxrəc böyük olmalıdır. Deməli, K 6-dan böyük olmalıdır. Düzdür? Bəs düzgün olmayan nədir? Məxrəc 11-ə ya bərabər olar, ya da 11-dən kiçik olar. Deməli, K-nın qiymətləri nə oldu? 11-dən kiçik bərabər, 6-dan da böyük. 7, 8, 9, 10 və 11-in özü. Neçə qiymət oldu? Bax, 5 dənə qiymət oldu. O da oldu B variantı. Baxdıq, 5-ci sualımız. İndi baxırıq 6-cı suala. Kəsirin sürətini 6 dəfə artırıb, məxrəci 3 dəfə azaltsaq, kəsirin qiyməti necə dəyişir? A bölünsün B formasında bir kəsir yazıram. Kəsirin sürəti A-dır. 6 dəfə artırsaq nə edirik? 6-ya vururam A-nı 6-ya. Bəs məxrəci 3 dəfə azaltsam B-də, bəli, artırsam 3-ə vurardım. Azaldıramsa bölürəm. Burada deyil, bax, vuranda burada yanında yazacaq. Bəli, sürətə vuranda artıq B-ni bölmə sayılır. Bu da oldu 3-ü 6-ya vuranda 18, A bölünsün B. İfadəmiz A bölünsün B isə 18-ə vurduq. Necə oldu? 18 dəfə. 18 dəfə artdı, bəli. 13-də nədir? A bərabərdir 29 bölünsün 25. Və C-nin qiyməti 183 bölünsün 179. Biz burada nə ortaq məxrəcə gətirə bilmirik. Əslində gətirə bilərik, amma çox böyük rəqəm alınır. Bizə sərf eləmir, nə də sürətlərini bərabərləşdirə bilmirik. Bizim burada belə bir qaydamız vardı. Sürət məxrəcdən nə qədər böyükdür? 4 faiz. Burada da 4 faiz. Bəs burada da 4. Deməli, 3 kəsirin üçündə də məxrəclə sürətin arasındakı rəqəm eyni qədərdir. Düzdürmü? İndi biz burada baxırıq ki, bizim qaydamız var. Biz demişdik, əgər kəsirimiz düzgün kəsir olarsa, böyük rəqəmlər olan böyük, kiçik rəqəmlər olan kiçik olur. Məsələn, 29-da 25 ilə 103-də 99 olsaydı, böyük rəqəm budursa belə olacaq. Çünki düzgün kəsirdir. Yox, düzgün kəsir olmadığına görə, düzgün kəsir olmayanda düzgün olmayan olanda, məsələn, 25-də 29 və 99-da 103 olanda böyük rəqəmlər kiçik olur, kiçik rəqəmlər böyük olur. Bax, burada kiçik rəqəm budur. Belə bax, bu formada ən böyük oldu A, sonra B, ən sonuncu kiçik isə ən böyük rəqəmlər olan C oldu. Aydındır. Bu bir qayda kimi biz öyrənmişdik ki, böyük rəqəmlər olan böyük, kiçik rəqəmlərlə yazılanlar isə kiçik olacaq. Baxın 18-ci suala. 18-ci sualda hesabdır. Aydınlıq kəsirlərin üzərində əməllər. Baxın 2 tam 2-də 1, üzərindəkilər 1 tam 2-də 1. Həmən ifadəni bölürəm, 1 çıxılsın 3-də 1-ə. Baxaq, 2 tam 2-də 1 mən yazıram, 2 tam 5. Düzdürmü? Üzərindəkilər 1 tam 2-də 1, 1 tam 5 yazıram. Bu kəsirin möhtərizənin cavabı nə olacaq? 4, bəli, 4 tam, bəli. Bunu da hesablayıram. 1 çıxılsın 3-də 1. Neçə olacaq? 3-də 3 çıxılsın 3-də 1. O da bərabərdir 3-də 2. Deməli, mənim cavabım oldu 4 bölünsün 3-də 2. Onda necə yazıram? 4 vurulsun 2-də 3. İxtisar gedəndə 2, 2-də 3-ə vuranda cavabımız nə oldu? 6. Aydındır? Bu oldu 18-ci sual. 19-cu suala baxırıq. 19-cu sual buna baxanda nisbətən uzun hesab tələb eləyir. Baxaq, 10-da 3 çıxılsın 5-də 1. Məxrəcdə də 5-də 2 bölünsün 0-da 4 çıxılsın 0-da 3. Bərabərdir. Baxın, ümumiyyətlə bu hesabın gedişatını sizə öyrədim ki, siz durub burada məsələn bunu ayrıca vurun, bunu ayrıca bölün eləyə bilməzsiniz. Yazırıq, düzdürmü? Məxrəcə yazıram 5-də 2 bölünsün. Əgər mən bunun cavabını tapmaq istəyirəmsə, bunun ayrıca cavabını tapıram, yazıram bura 0-da 1. Qalan hissələri olduğu kimi saxlamalıyam. 5-də 1 bölünsün. Bura 10-da 3-dürsə, bura neçədir uşaqlar? Hər tərəf 2-yə vurursam 10-da 2. 10-da 3, 10-da 2 nə oldu? 0-da 1. Düzdür? Elə buradan mən baxıram ki, 0-10-da 1 ilə 0-10-da 1 ixtisar gedə bilər. Bəli, elə proqramı mən buradan bölürəm. Qaldı 5-də 1 bölünsün 5-də 2. O da bərabər 5-də 1 vurulsun 2-də 5. 5-lər də buradan ixtisar getsin. Cavabım oldu nə? 2-də 1 D variantı. Başa düşdünüz? İndi 20-ci suala baxaq. 20-ci sualda yenə də hesabdır. 3 tam 2-də 1 vurulsun. 1 tam 5-də 1 çıxılsın 0-da 4. Ümumi cavabdan da çıxıram 1 tam 8. Deməli, burada birinci əməllər sırasına baxaq. Birinci möhtərizənin içini tapırıq, sonra hasili tapırıq, daha sonra alınan cavabdan 1.8 çıxırıq. Möhtərizənin içini tapaq. Mən 5-də 1-i 10-da 2 yazaram. Niyə? 5-i 2-yə vursam, məxrəc sürəti 2-yə vururam, 10-da 2 olur. Və bunu düzgün olmayan kəsrə çevirəndə 2-də 7 vurulsun. Deməli, oldu nə? 1 tam 10-da 2 çıx 0-da 4. Sonra da çıxıram 1.8. O da bərabərdir. 2-də 7 vurulsun. 1.2-dən 0.4 çıxan necə yer? 0.8. Çıxılsın 1.8. 12-dən 4 çıxırıq da. Bunlar da ixtisar get qaldı 0.4. 0.4 7-yə vuranda, yəni 7-ni 4-ə vururam 28. 0.4 olduğuna görə 2.8 çıxılsın 1.8. Cavabımız oldu neçə? 1. Neçə idi? 20. 20-də 1 B variantı. Aydındır. 21, 22. 21-ə baxaq. 21-də deyir ki 0-dan 10.000-də 72 bölünsün 0.1000-də 9. Mən bunu asan yolla belə yadda saxlayıram ki, uşaqlara deyirəm ki, məsələn, vergüldən sonra neçə rəqəmimiz var? 4. Burada neçədir? 3-dür. Bunu da 4 edin uşaqlar. Bunu 4 eləməyə görə istədiyin qədər 0 artıra bilərik. Bəli. Vergüldən sonra neçə rəqəm? 4, 4. Belə bu tamlar da 0 olduğuna görə silirik. Yuxarıda oldu 72, aşağıda oldu 90. 72 ilə 9-u bölsəm, qaldı burada 8, aşağıda 10, yuxarıda 8. 10 nəyə görə? Burada 0 var da. Cavab oldu 0.8, C variantı. 22-də də adi kəsirlərdən, yox, 22-də də onluq kəsirdir. 22-də də onluq kəsirlərdən də indi baxaq ona. 22-də də 5 demişdik sizə. 2 tam
1000-də 397 üzərinə görə 0,3 vurulsun. 0,1 bölünsün 0,1 çıxılsın 40. Bərabər. Deməli, birinci bunu vururam. Baxın 0,3'ü vururam 0,1'ə. Bunu necə vurarıq? 3'ü 1'ə vururam 3. Vergüldən sonra bir ədəd buradadır 2, 3. Deməli, cəmi 3 dənə vergüldən sonra ədəd var. Burada vergülü elə qoymalıyam ki, vergüldən sonra 3 dənə rəqəm olsun. Ona görə 0 artırıram. Aydındır? Və yaxud da gəlin belə yazaq. 10'da 3 vurulsun 100'də 1. Bu ne demek? Məxrəc vurulur 1000, sürət vurulur 1. 1000'də 3 də yazılır onluq kəsir şəklində 0'dan 1000'də 3. Bax bunu oradan alırıq. Aydındır? Deməli, həmən bu 2 tam 1000'də 397'nin üzərinə 0,3 gəlirəm. Baxın, alt-alta hesablasam. 3'dən 7 0, 9'un üstə 1 0, 3'ün üstə 1 4. Burada oldu 2. 2 tam 10'da 4 gördünüz. 2 tam 10'da 4'ü bölürəm 100'də 1'ə. 100'də 1'ə bölmək nə demək? Baxın belə. Sizə dəqiqə 0'dan 100'də 1'ə böldüm. Və çıxacam 40'a. 100'də 1'ə bölmək uşaqlar 100'ə vurmaq deməkdir. Vergüldən sonra 2 ədəd yoxdur. Bu 2 ədədi kəsib bax buranı vura bilərəm 100'ə. 100'ə də vuranda 24'ü 100'ə vuranda 0'la vergül getdi. 24 ona vururam. 240. Çıxanda da 40 cavab oldu 200. Başa düşdünüz? Biraz qarışıq gələ bilər, amma videoya bir də baxsaz, misal bir də özünüz işləməyə çalışsınız, bunu başa düşəcəksiniz. Bu da oldu 22-ci sualımızın həlli. Aydın hamısı? 24'ün həllinə baxaq. 24'də deyir ki, yenə də onluq kəsir. Baxın. Burada ən asan metodumuz bayaq dediyim kimi vergüldən sonra olan rəqəmlərin sayına baxırıq. Neçə dənədir? Burada neçə dənədir? Deyinirik. Bir dənə 0 atırıq. Və bunları kəsdik. 60'da 24 qaldı mı? Burada neçədir? 1, 2, 3. Burada neçədir? Bir dənə 0 atırıq, sıfırları kəsdik. Və bizim misalımız oldu ki 24 bölünsün 60. Bölmədi 650'də 13. Mən vurma yazıram 13'də 650. Bəs tamam. Burada 24'də 6 ilə ixtisar aparıram. Qaldı 4, 10'da 4. Burada da 13 65 ilə ixtisar aparıram 5. Elə ki 50. Deməli cavabımız oldu 10'da 4 vurulsun. Baxın, burada da bu sıfırları silə bilərəm. Amma mən burada da yazdım da. Deməli 50. 50'nin 0 ilə 10'un 0 gedəndə 5'i 4'ə vuranda cavab oldu 20. Aydındır? Burada cavabımız oldu 20. 20 də A variantı. 29'a baxaq. 29 dövr ayda olan bir misalda 0'dan 8, 3 baxın sonsuza qədər gedirsə, yəni dövrdə 3 deməkdir. İkincidə də mən köçürəndə onu dövrdə 3 kimi qeyd edəcəm. 0'dan 8 dövrdə 3, çıxılsın 0'dan 4 dövrdə 6, bölünsün 0'dan dövrdə 3. Gəlin biz bunu açıq şəkildə həll edək. Əslində bunu alt-alta hesablaya bilərəm, amma mən açıq şəkildə sizə izahını vermək istəyirəm. Baxaq, 0'dan 8 dövrdə 3'ü çevirirəm. Neçə olur? 90'da 83 çıxılsın 8. 83 çıxılsın 8-dən neçə eləyəcək? 90'da olacaq 75. Düzdür? İndi bunu yazıram 0'dan 4 dövrdə 6 bərabər 90'da 46 çıxılsın 4 oldu 42. Düzdür? Və 90'da 75'dən 90'da 42-ni çıxırıq. Yəni baxın burada yazaq. 90'da 75 çıxılsın 90'da 42. O da bərabər 90'da 33. 3'ə böləndə 30'da 11. Aşağıda da baxın, aşağıda da yazılmışdı ki, bölünsün 0'dan dövrdə 3. İndi həmən bu aldığımız ədədi dövrdə 3'ə bölürəm. 30'da 11 bölünsün dövrdə 3 nədir? 9'da 3'dür. Yəni 30'da 11 vurulsun 3'də 9'da nədir? 3 deməkdir. Bunlar ixtisar gedir 3'də 1'dir. Bu da olur vurulsun 3. 3'dən də bu getdi qaldı 0'dan 10'da. Yox, 1 tam 10'da 1. Niyə 1 tam 10'da 1? 10'da 11 deyil. 10'da 11 deyil, 1 tam 10'da 1. Məsələn, misal 29. 29-cu misalda da 1 tam 10'da 1 D variantı oldu. D variantı. Baxırıq 34'ə. 34 ədədin hissəsinə və hissəsinə görə ədədin tapılmasına aid olan misal. Deyir ki, hansı ədədin 5'də 3 hissəsi 30'dur? Deməli, mən bunu 2 cür demək istəyirəm. Hansı ədədin, baxın, x-in 5'də 3 hissəsi, yəni ədədin hissəsini tapanda vururuq. Bərabərdə 30. 3'dən 30 ixtisar getdi. X da bərabər nəyə? 5. 5 vurulsun 10, 50. Cavabımız 50. İndi mən bir metodu da deyəcəm. Baxın, bu birinci. Bir də ki, bizim qaydamız var ki, bilirik ki, hissəsinə görə ədəd tapmaq üçün ədədi, hissə göstərən ədədə bölürük. Baxın, 5'də 3'ə böldüm. 5'də 3'ə böləndə nə edirik? 3'də 5 olur. Vururam, 3'də 5'ə. Burada nə ixtisar getdi? 5 ilə ona vuranda cavabım oldu 50. Hansı yol rahatdır, hansı yol yadınızda yaxşı qalır, o yolla işləyirsiniz. 35 də həmən ona aid olan misaldır. Yadınızdan işləyək 41. Baxın, 41-ci suala. A ədədi B-nin 5'də 3 hissəsidir. A ədədi bərabərdir B-nin 5'də 3'ü. Niyə 5'də 3'ə vurdum? Çünki ədədin hissəsini tapanda bəli, hissəsinə vururuq. B ədədi C-nin 3'dən 2-sidir. Deməli, buradan A ədədini bildik, B ədədi də verildi. Mənə deyir ki, bəs A ədədi C-nin hansı hissəsidir? Yəni A bölü C-ni tap. A vardı, burada A verilir. Bəs C-ni necə taparım? C-ni də buradan tapım. 2C bərabər 3B, C də bərabər 3B bölünsün 2. A da var, C də var. A-nı bölürəm C-yə, A bərabər 3B bölünsün 5. Bölürəm, C də bərabər 3B bölünsün 2. Və bunu da tərsinə çevirsəm 3B bölünsün 5'i vururam 3B-də 2-yə, 3B-lər getdi. Cavab oldu 2 bölü 5, yəni 0, 10'da 4, C variantı. Aydındır. Sonra 42. 42'ye baxaq. Bir aşağıdakı kəsirlərdən, gəlin kitabda baxaq. Aşağıdakı kəsirlərdən hansı 3'də 1-dən 5'də 1-in arasında yerləşir? İndi yazaq 3'də 1-i və yazaq 5'də 1-i. Burada görürük ki, hamısının məxrəci 15-dir. Bəli, 15'ə gətirirəm. 15'ə gətirirəm. Oldu 15'də 5, oldu 15'də 3. Bunun arasında nə var? Bəli, 15'də 4. Baxın. Bəli. 43-də eynidir. Görürəm ki, 12'lər var. 3, 4 yəqin ki, ixtisar olur. 3, 4 olur. 12'yə gətirəcəm. 6'ya vururum. 12'də 6, 12'də 10. Onların arasında 12'də 7, 12'də 8, 12'də 9 ola bilər. Onlarda baxırsınız ki, hansı ixtisar gedib alınır. O variantı götürürsünüz. 6-cı suala baxaq. A-nı verib və bu formada da bir cəm verir. Mən bunları yazıram B. Deyir ki, B-ni A ilə ifadə edin.
Gəlin tərəf-tərəfə toplayaq. A üzərinə gələk B bərabərdir. 2-də 1 üstə gəlirəm 2-də 1 1. 3-də 2-nin üstünə gəlirəm 3-də 1 1. 4-də 5-də 4 ilə də 5-də 1 toplayıram 1. Yəni A üstə gəl B bərabərdir 3. Burada mənə B lazımdır. B nədir? 3 çıxılsın. 3 çıxılsın. A da C variantı. Aydındır? Aha. Sonra 50 hovuz məsələsi. Hovuz bir boru ilə 4 saata dolur. Birinci boru ilə 4 saata dolur. İkinci boru ilə 12 saata boşalır. Deməli 4 saata dolursa, 4 saata dolursa, bəs 1 saata bunun hansı hissəsi dolar? 4də 1 x. Yəni hovuz x tutursa 4də 1 x dolar. 12 saata boşalırsa 1 saata bunun 12də 1 x boşalır. Görək 1 saata nə qədər hissə dolur? 4də 1 x dolur. Buradan da 12də 1 boşalır. Görək nə qədər elədir bu? 12də, bax bunu 3-ə vururam da. 12də 3-dən 1 çıxan 12də 2 x. O da 6da 1 x. Deməli hovuz nə qədər tutursa onun 6-dan 1-i dolur. Deməli ümumi neçə saata dolar? 6 saata tam hovuzumuz dolacaq. 1 saata 6-dan 1-i dolursa, bütövdə 6 saata dolar dolur. Bir variant düşdülər. 56-cı suala baxaq. Burada sxemə diqqət edirik. 36 bölünsün 3-də 2. Gəlin tapaq da. 36 bölürəm 3-də 2-yə. 2-də 3-ə bölürəm 3-də 2-yə vururam. 3-dən 36 çıxsa getdi 12, 12-dən 2-yə vuranda 24. Deməli 24 A deməkdir. A bərabərdir 24-ə. Deməli 24-ü də vururam 4-də 1-ə. 4-dən çıxsa getdi oldu 6. B də bərabərdir 6. Məndən nəyə soruşur? Məndən B-ni soruşur 6 C variantı. Bu oldu 56-cı sualımız. Başa düşmədin? Bax bir də deyirəm. 36-nı bölür 2-də 3-ə. Ama mən 1-də 4-ə niyə çatdıq 24? Bölmə deyil ki. Ha, Vurmadı. ha, Onsuz da vurmadı da. Vurmadı. Ha, Aha vurmadı. Sonra baxaq 58-ə. Tam hissəsi 1-dir. 1 tam. Dövrə qədərki rəqəm 3-dür. Dövr edən rəqəm qrupu da 63. Dövr edən rəqəm qrupu da möhtərizənin içində yazılır. Bu da oldu 63. Deməli bizdən nəyi soruşur? Həmin ədədi deyir ki, tam. 1 tam. Dövrdəki rəqəmlərin sayı qədər 9 yazılır. Buradakı qədər 0 yazılır. 363-dən də 3-ü çıxıram. 360. Aydındır? İxtisar edirəm. 1 tamdan verib, 1 tamdan verməyib. Deməli düzgün olmayana çevirəcəm. 99-dan 36-nı birinci ixtisar edib 9-a. Qaldı 11-də 4. 1 tam 11-də 4. O da bərabərdir 11-də 15. 11-də 15 B variantı. Bu da oldu 58-ci sualımızın izahı. Baxırıq 60-a. 60-da yazılıb ki 5-də 2 bölünsün 7-də 3. Baxın burada bölməni mən kəsr xətti ilə yazmadım. Bölürəm 7-də 3. Bu ədədi tapaq. 5-də 2 vurulsun 3-də 7. Bu oldu nə? 15-də 14. İndi deyək ki 15-də 14 ədədi 3-dəki ədədinin neçə mislidir? 15-də 14 ədədi 3-də 2-nin neçə mislidir? Yəni 3-dəkini neçəyə vuranda 15-də 14 alınır. Yəni x bərabərdir 15-də 14-ü böləcəm 3-də 2-yə, yəni vuracam 2-də 3-ə. 2 ilə vurduqlar getdi, burada vurmadı artıq. Buradan da 5 cavab oldu 5-də 7. 5-də 7 cavabı bizdə onluq kəsilən 1,4 verir. Bu da B variantı. Aydındır?